Herkese salamdasa kanalıma videoma hoş geldiniz. Bugün yeni bir videoda karşınızdayım. Videoya keçməzdən və kanala dəstək olmaq üçün abunə ola bilərsiniz. Videomu bəyənirsə like ata bilərsiniz. Həmçinin dostlar Telegram kanalımıza gələ bilərsiniz. Burada səhmlər və kriptovalyutalar haqqında vacib məlumatlar, xəbərlər, alır-satır siqnallarımı paylaşıram. Həmçinin digər deməli investisiya haqqında məlumatlar paylaşıram. Gördüyünüz kimi səhmlərimizdən 40%-dən çox, 10%-dən, 30%-dən və bir çox deməli qazanclarımız var. Ona görə də hər birinizi gözləyirəm. Həmçinin VIP qrupumuz da var dostlar. Mən VIP qrupda əsasən minimum 500 dollarlıq yatırımı olan investorlara portföylərini artırmağa çalışıram və onlara birbaşa portföylərini idarə edərək, yəni mən idarə etmirəm, mənim məsləhətimlə idarə edilərək onların portföyünün daha da yüksəlməsinə və qısa müddətdə yüksəlməsinə kömək edirəm. Həmçinin VIP qrupda da buna uyğun səhmlər, kiçik səhmlər və yaxud daha çox qazandıran sistemli şirkət səhmlərinin paylaşımlarını edirəm. Həmçinin kriptovalyutaları da paylaşıram. VIP qrup ödənişlidir. Bunun üçün deməli kanala gələrək admin panelindən əlaqə saxlaya bilərsiniz. Nəysə videoya keçək dostlar. Bugünkü videoda gümüş haqqında danışacağım. Gümüş haqqında yəni tradingə daxil olaq. Niyə gümüş haqqında danışacağım? Çünki bildiyimiz üzərində deməli neft hal-hazırda 100 dollar üstündə ticarət edilir. Lakin neftlə bərabər belə bir maraqlı bir şey də var ki, gümüş deməli neftlə bərabər yüksək deməli tempdə ticarət edilir. Yəni artıma davam edir. Gümüş görürük ki 5 gün ərzində deməli 77 dollardan 87 dollara qədər qalxır. Təxmini 10%-dan daha çox dəyər qazanır. Bunun bir çox səbəbləri var dostlar. Bir də deyim, qızıl demək olar dəyər itirib hardasa, nəinki gümüş 10%-dan çox dəyər qazanır. Yəni mənim videolarımda gümüş qızıldan daha etibarlı yatırımdır. Gümüş qızıldan daha çox qazandıracaq. Gördüyünüz kimi gümüş haqqında videolarım var. Yəni bunu boşuna çəkməmişəm bu videoları və gördüyünüz kimi hal-hazırda nəticəsini görürük. Gümüşün qızıldan daha çox qazandırdığını görürük. Bunun səbəbləri var. Yəni bu səbəblərini açıqlayım. Bunun bir çox səbəbləri var. Xəbərlərdə bəlkə də görmüsünüz əgər araşdırırsınızsa. Deməli Trump'ın bu yaxınlarda deyəndə səhv etmirəmsə dünən olmuşdu görüşü, ya da dünən olmuş səhv etmirəmsə. Çin sammiti var idi. Yəni Trump öz Çinli həmkarı ilə, Çinin prezidenti ilə deməli görüşü oldu və bu görüşdə tədarük zəncirlərinin risklərinin azaltdığını açıqladılar. Buna görə də gümüş deməli artıma keçdi. Niyə gümüş artıma keçdi? Çünki Çin dünyada ən böyük gümüş ixracatçılarından biridir. Düzdür, bu yaxınlarda gümüşə ixracat limitləri qoydu Çin. Lakin ABŞ-la sıx münasibətlərinə görə ABŞ-a gümüş ixrac etməyə davam edir Çin. Ona görə də deməli gümüşün qiyməti qalxdı. Həmçinin Hindistan rüsum siyasəti tətbiq etdi. Deməli Hindistan 15%-ə yaxın gümüşə ithal rüsumu gətirdi. Buna görə də təbii olaraq gümüş qıtlığı yarandığına görə hardasa gümüşün qiyməti qalxdı. Həmçinin sənaye tələbi artmağa davam edir. Ölkələr deməli elektromobillərdən, günəş panellərindən daha çox istifadə etdiyinə görə, həmçinin süni intellektdə günəş panel, daha doğrusu gümüşdən daha çox istifadə edildiyinə görə, günbəgün artdığına görə gümüşün qiyməti artır. Və həmçinin sizlərə deyim, son 6 ildir dalbadal ümumi olaraq dünya bazarında gümüş qıtlığı var. Yəni gümüşün istehsalından çox istehlakı var dünyada. Daha çox istifadə olunur gümüşdən, istehsaldan daha çox istifadə olunur. Ona görə də kəsrlə işdir hal-hazırda gümüş. Və həmçinin gümüş mədənlərində də gümüş çıxarılması zəifləyib. Və belə bir proqnozlarımız da var ki, gördüyünüz kimi gümüş 50 dollardan 120 dollara qədər yüksəliş etmişdi. Hal-hazırda yenidən yüksəliş tempinə qayıdır və davam edə bilər bu yüksəliş tempinə. Günlük 1%-dan çox yüksəlişdədir. Belə bir təxminlər var. Deməli, JP Morgan bankının təxmini budur ki, 2026-cı ildə gümüşün orta qiyməti 81 dollar olacaq. Hal-hazırda 87 dollardır. Bank of America'nın isə proqnozu budur ki, gümüş fiziki qıtlıq nəticəsində 2026-27-ci illərdə 135 dollardan 309 dollara qədər artım yaşaya bilər. Yəni bu indiki qiymətlərdən hardasa 50% daha çoxdur. Yaxşı yatırımdır. Yəni sizlərə deyim dostlar, gümüş bir il ərzində deməli neçə 30 dollardan 80 dollara, yəni deməli 100%-dan daha çox qazandırıb. 130-140% qazandırıb və bunu deyim, gümüş illik olaraq deməli həm depozitlərdən, həm S&P 500 Nasdaq gəlirlərindən, həmçinin deməli ev
yatırımından qat-qat daha yüksək qazanc gətirir. Yəni belə bir şey də var. Düzdür, yatırım tövsiyəsi deyil dediklərim. Sadəcə faktları deyirəm ki, gümüş hər il ortalama deməli hər hansısa bir indeksdən ev yatırımından, yəni əmlak yatırımından və yaxud deməli depozit qoyuluşundan, xarici valyuta yatırımından daha yüksək qazandırır və qat-qat yüksək qazandırır. Yəni ortalama 40% illik gəlir qazandırır. Bu inflyasiyaya baxanda hardasa 4 qat daha çoxdur, yəni Azərbaycanın inflyasiyasını nəzərə alarsan. Yəni ona görə dostlar, gümüş yatırımı qızıldan daha yaxşı olduğunu ona görə vurğulayıram dediyim səbəblərə görə və bu artımın hardasa davam edəcəyini düşünürəm. Çünki bildiyimiz kimi ABŞ-da artıq süni intellekt yerli istehsalı daha çox qazandır. Yəni süni intellektin iqtisadiyyatda həcmi daha yüksəkdir. Ona görə də gümüşün artma davam edəcəyini düşünürəm. Dediklərim yatırım etmə və ya etmək sizin qərarınızdır. Sadəcə mən xəbərlərə və öz şəxsi təcrübələrimə əsasən bunu deyirəm. Mən gümüşdə nəyə yatırım etmişəm? SLVP ETF-nə yatırım etmişəm. Bu gümüş mədən şirkətləri səhmidir. Son 6 ayda 42% qazandırıb bu ETF, həmçinin son 1 ayda isə 5% qazandırıb. Yəni uğurlu bir deməli ETF-dir. 1 ildə isə 166% gəlir qazandırıb. Yaxşı nəticələrdir. Yatırım etmə və yaxud etməmək sizin qərarınızdır. Video bu günlük bu qədər. Video mənsə like edə bilərsiniz. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşəndə.